Deməli, bugün tez-tez soruşulan suallardan birinə aydınlıq gətirək. Musa kişi dərci pozmuşdumu? Yəni, gələcək gün əsərində orta məktəb dərsliyində verilən hissədən biraz qaranlıq qalır, orada tam olaraq nə baş verir. Kim əsərin orijinalını oxuyubsa, bilir orada gedən söhbəti. Oxumayanlar üçün də məlumat verim. Deməli, ümumiyyətlə bu hadisələr Musa kişinin kəndində başlayır. Yəni, Firidunun o xatirələri təsvir olunur Musa kişinin kəndində. Orada bilirsiniz də, Təbrizdə bir müddət müəllim işləyəndən sonra gəlir Firidun o Tehrandakı qoca müəlliminin yanına və onun öldüyünü eşidir və fikirləşir ki, Təbrizə də getməyin mənası yoxdur indi, çünki yayda dərs olmayacaq. Yaxşısı budur, gedim Musa kişinin kəndinə. Musa kişi də onun anası tərəfdən qohumudur. Demək, anasının dayısı oğludur. Gəlir, fikirləşir ki, gedərəm orada, biraz işləyərəm. Növbəti il üçündə biraz pul olar cibində. Və bilirik ki, gəlir bunu görür ki, xəyalları puç olur. Elə bir şərait olmur o kənddə. Və Musa kişinin kəndində, Musa kişinin övladları da var. Bir-birindən həmqafi olan Gülnaz, Ayaz, Niyaz, Almaz adlı övladlar var. Və yeri gəlmişkən o Musa kişi deyir, Hikmət İsfahani olan, o məhsul bölgüsü olan epizodda bir qız da var idi. Həya elədim, gətirmədim. O Gülnaz idi. O artıq böyümüşdü və yeri gəlmişkən elə Firidunla da onların arasında bir his yaranır. Və Gülnaz gözəl olduğu üçün və özü də başa düşürdü bu gözəlliyinin kasıb ailəsinə gətirəcəyi problemi. Mübaşir Məmmədin də ona gözü düşür. Hətta bir epizodda gəlir belə Firidun və Musa kişi olan yerdə gəlir bir su istəyir Gülnazdan. Musa kişinin Firidunun verdiyi suyu da dağıdır ki, yox, mən ondan istəyirəm suyu. Nəysə, burada buna məhəl qoymurlar, əsəbləşir, gedir Xırmana tərəf. Və dərs söhbəti də bir tərəfdən də buradan yaranır. Düzdür, əsas səbəb bu deyildir. Və onu da deyim ki, həmin il əslində məhsul bol idi. Yəni, kəndlilər fikirləşirdilər ki, bu il məhsul yaxşıdır. Hərəsinin bir xəyalı var idi. Biri deyir, inəyimi ikiliyərəm, biri deyir, uşaqlar üçün biraz əyin baş düzəldirəm. Musa kişi də fikirləşirdi ki, çox yox, bir çərək torpaq özümə ala bilsəm, bundan sonra xeyli işim yaxşılaşar. Çərək, çahar yek sözlərinin birləşməsindən əmələ gəlir, 1/4 deməkdir. Yəni, 1/4 hissə torpaq. Yəni, belə xəyalları var idi hər bir ailənin. Və Firidun o Mübaşir Məmmədin səsini eşidib soruşanda ki, Musa kişidən bu nə edir? Deyir, buğdanı dəcləyir. Və dəcləmək nə deməkdir? Elə Firidun da orada soruşur, bu nə deməkdir? Deyir, dəc bir, belə deyək də, peçat kimi, möhür kimi bir alətdir. Altı belə dişli. Buğdanı yığırlar, hazır buğdanı. Məhsul bölünməlidir axı. 5-dən biri və yaxud da ikisi kəndiyə, qalanı sahibkara. Bu nə qədər alınır məhsul? Bunu bilmək üçün məhsul yığılıb hazır olanda onu piramida şəklində yığırlar. Sonra gəlir burada Mübaşir Məmməd, onun başından ətəyinəcən dövrə vura gedir. Yəni belə deyək də bir iz salır orada, naxış salır. Bu da olur onun plombu. Necə ki, məsələn, qapıya falan plomb qoyurlar, sən gəlib ona açanda o qırılır. Və adi adamda da plomb olmur ki, onu təzədən ora bərkitsin. Yəni bununla bilinir ki, qapı açılıb yoxsa yox. Burada da onu dəcləyir, hətta o ətəyinə tökülənləri belə dəcləyir ki, yəni kimsə oradan nəsə götürsə, artıq o dəc, yəni o naxış pozulmuş olur. Və bilinir ki, oradan nəsə götürür. Musa kişi bunu başa salanda da, hətta Firidun da təəccüblənir ki, necə yəni, bəlkə bir külək əsdi və yaxud da bir heyvan gəldi, dəydi, pozuldu, dəc, ondan olacaq. Musa kişi də deyir ki, bu lap bulanın ürəyindən olar. Onda da deyirlər ki, oğurluq eləmsən. Və oğurluq eləmsən, onda məhsulu tamam alırlar əlindən ki, bu kişi oğrudur, ona heç o 5/1 və yaxud da 5/2 də düşmür. Və elə orada da deyir Musa kişi ki, danışıqdan asılıdır ki, kəndiyə 5/1 düşür, 5/2 düşür. O il əslində 5/2 düşəsi idi və hətta Musa kişi düşünür ki, o su pulunu da
verib qutararam. Və ondan sonra bilirik ki, Musa kişiyə and içdirirlər ki, sən dəci pozmamısan. Amma o and içmir. Sonraki məsələni bilirik. Yəni Firidun gəlir deyir, mən yıxılmışam onun üstünə, yalandan and içir və s. Və orada onu qurtaran Şallahdan olur Kürd Əhməd. Kürd Əhməd dərslikdə verilən hissədə biraz tam bizə təqdim olmayıb, əslində o müsbət obrazdır. Baxmayaraq ki, Hikmət İsfahani onu qoyub gedir ki, bu mənim burada təmsilçimdir. Əslində o kəndlərin tərəfində idi. Və Firidunu hələ ki orada saxlayarkən bir xarabalıq yerdə saxlayırlar, bir belə tövlə kimi yerdə, dustaqda. Onun gözətçisinin tamahkarlığından istifadə edirlər, Firidunu oradan qaçırırlar. Yəni necə? Bu deyir ki, bir külün zat keçirirlər içəri, güya ki bunun xəbəri olmayıb, buna da pul verirlər. Firidun oradan qaçır və düzdür, Həsənalının ayağını ilan sancaq epizodda Firidun deyir ki, kənddən qaçmaq lazımdır. Orada bizdə verilməyən bir hissə var, getmə, Firidun, kənddən getmə deyə bir səs gəlir, çevrilir, görür ki, Gülnazdır. Və həmçinin bir dənə də əlavə məlumat verim, maraqlılar. Firidun bir dəfə o bir səki kimi yerdə yatarkən Musa kişi ilə arvadı Səriyənin söhbətini eşidir. Onlar danışarkən belə bir şey eşidir ki, Firidunu bəlkə də Allah yetirir belə bura, bəxti gətirib, yəni çıxardıb bura, söhbət Gülnazdan, Firidundan getir. Yəni belə söhbətlər var. Və ondan sonra əsas bizim üçün burada maraqlı olan nədir? Firidun qaçır, kənddən qaçmamış, gəlir Musa kişi ilə. Yenə də ürəyində maraq qalır ki, Musa kişi, yəni Firidun inanmırdı da, Musa kişi oğurluq eləyər. Yenə də ürəyində maraq qalır ki, bu necə oldu? Və gəlir Musa kişinin yanına ki, doğrudan sən dəci pozmuşdun. Deyir, yox. Deyir, bəs niyə and içmədin? Deyir, ay bala, elə bilirsən, Qurana and içmək rahatdır. O qədər orada xof yaradıblar ki, hətta orada and içmə epizodunda belə orada deyir ki, filan kəs and içdi, elə oradaca qolu qurudu qaldı. Filan kəs neynədi, başına bu gəldi. O qədər xof yaradıblar ki, hətta Musa kişi haqlı olduğu epizodda belə and içməyə ürək eləmir. Və demək olar ki, gündə ən az bir dəfə gələn sualların birinin cavabı budur. Musa kişi dəci pozmamışdır. O birisi suallara dair vaxt olduqca qısa videolar çəkib paylaşarıq.